Deməli, y bərabərdir ax kvadrat üstə gəlinsin bx üstə gəlinsin c. Buna deyirlər kvadratik funksiya. Və bunun xassələri nələrdir? Gəlin onlara nəzər salaq. Əvvəla bu funksiyanın qrafikinə biz baxsaq, bu y, bu da x oxu boyunca. Bu funksiyanın qrafikini müxtəlif formalarda çəkə bilərik. İndi məsəl üçün mən birini belə götürürəm. Bu formada göstərirəm. Belə. Burada uşaqlar, baxın. Əgər A-nın qiyməti sıfırdan böyükdürsə, A-nın qiyməti sıfırdan böyük olanda parabolanın qolları yuxarı doğru olur. Yuxarı. Əgər A-nın qiyməti sıfırdan kiçikdirsə, parabolanın qolları aşağıya doğru olur. Tamam mı? Burada vəziyyətdən asılı olaraq bəzi xassələr dəyişilir və təpə nöqtənin koordinatlarını falan istəyir bizdən. İndi gəlin daha ətraflı keçək. Baxın, əvvəla biz kvadratik tənlik kimi buna yanaşsaq, ax kvadrat üstə gəlinsin bx üstə gəlinsin c. Bərabərdir 0 demişdik buna. Sonra burada diskriminantı tapmışdıq. B kvadrat çıxılsın 4ac ilə diskriminantını tapırdıq bunun. Diskriminantın qiymətindən asılı olaraq, diskriminant nə deməkdir müəllim? Yəni ayırd etmə, ayırd edici sözünün mənası verir diskriminant. Yəni biz kökləri ona uyğun ayırd edirik. Əgər diskriminant demişdik ki, d sıfırdan böyük olsa, bu zaman biz kökləri tapmaq üçün mənfi b çıx kökdə d bölünsün 2a düsturundan istifadə edirdik və yaxud da x2 bərabərdir. Mənfi b üstə gəl kökdədir. Bölünsün 2a düsturundan istifadə edərək bu tənliyi həll edirdik. İndi, baxın, əgər diskriminant, elə gəlin burada birinci halı nəzərdən keçirək, d bərabərdir 0 olsa, bu zaman tənliyin x1 və x2, iki dənə həqiqi kökü olacaq. Tamam mı uşaqlar? Və o funksiyanın qrafikini biz belə göstərəcəyik. Bu y olsun. Bu da x olsun. Bax, bu formada. İki dənə nöqtədə kəsəcək, bax. Birini burada kəsdi, birini də burada kəsdi. Yəni, bu köklər x1 və x2 o deməkdir ki, x1 və x2 o deməkdir ki, bizim bu qrafikimiz x oxunu iki dənə fərqli nöqtədə kəsir. Gördünüz, biri buradadır, biri də oradadır. Aydın oldu. Bura deyirlər x1, bura deyirlər x2. İndi bu funksiyanın ən kiçik qiymətinin tapılmasına baxaq. Mən nəyə görə ən kiçik qiymət deyirəm? Əgər a böyükdə 0 olursa, biz deyirik ki, bu funksiya ən kiçik qiymət alır. Müəllim, niyə görə ən kiçik qiymət alır ki? İndi aşağılar, baxın, bu funksiya mənfi sonsuzluqdan, üzr istəyirəm, sonsuzluqdan gəlir. Burada bir dənə qiymət aldı, qayıtdı, getdi geriyə. Gördünüz, bu formada getdi. Aydındır. İndi siz bura fikir verin. Bax, burada. Bunun ən kiçik qiymətini biz gördük. Yəni, bu y9 üzərindədir. Bu, təpə nöqtəsinin koordinatıdır. Gəlin, bura bir A nöqtəsi deyək. Buna deyirlər təpə nöqtəsinin koordinatı. Bunun y0-ı buradır, uşaqlar. x0 isə gəlib düşür, bax, bura. Buna deyirlər təpə nöqtənin koordinatları. Aydın oldu. Və bizdən soruşsa bunun ən kiçik qiyməti neçədir? Deyəcəyik bu y0-dır, ən kiçik qiyməti. Müəllim, bəs birdən ən böyük qiymətini soruşsalar. Uşaqlar, əgər A-nın qiyməti 0-dan böyükdürsə, ən böyük qiyməti bizdən soruşsa da onun mənası olmayacaq. Çünki o gedir, müsbət sonsuzluğa doğru gedir, üz yuxarı. Mən nə bilim gedib harada dayanacağı. Aydındır. Ona görə də onun yəni ən böyük qiymətini tapmaq qeyri-müşkül məsələdir. Aydındır uşaqlar. Bura qədər hər şey. İndi bizdən x0-ı tapmağı istəyəcək. Deyəcək x0-ı tap. X0-ı tapmaq uşaqlar m-i tapmaq deməkdir. Yəni m bizdə x0-dır. Onun düsturu mənfi b bölünsün 2a ilə işləyəcəksiniz. Yəni tənliyimiz ax kvadrat üstə gəlinsin bx üstə gələk c-dir də. Aydın oldu. X-in qarşısına duran b-dir. X kvadratın qarşısına duran isə a-dır. Qiymətlərini gətirib yerinə qoyacaqsınız. Müəllim, bəs x0-ı başa düşdük. Y0-ı biz necə tapacağıq bizdən soruşsa? Uşaqlar, y0-ı tapmaq üçün
Gətirirsiniz tənlikdə, x0-ın yerinə qoyursunuz, qiyməti hesablayırsınız. Tənlikdə x0-ın qiymətini gətirin qoyun yerinə, tamam mı? Və tapacaqsınız oradan neyi? Y0-ı. Gəlin bir dənə nümunə üzərində işləyək. Deyirəm ki, məsələn, y bərabərdir. Markerimin rəngini dəyişim. Y bərabərdir 2x kvadrat. Çıxılsın 8x. Üstə gəlinsin 6. Belə bir uşaqlar bizə nə verib? Deməli, funksiyanı verib. Eləmi? Bizə deyir ki, sən tapkına görə bu funksiyanın ən kiçik qiyməti hansıdır? Və təpə nöqtəsinin koordinatlarını tap. Təpə nöqtəsinin koordinatlarını tap. Bunu tapmaq üçün biz nə edirik? Ay cəmaət, ay yoldaşlar. Biz yazırıq ki, müəllim bizə demişdi ki, x0 bərabərdir, mənfi b bölünsün 2a deyə bir düsturu var. Bərabərdir, mənfi. Bizdə b-nin qiyməti neçədir uşaqlar? X-in qarşısına duran. Yəni, mənfi 8. Mənfi 8 bölünsün. Diqqətiniz dərsdə olsun, bəzilərinizin fikri yayınır. Dərsə köklənin, çünki soruşacağım bunları sizdən. 2a, a-nın qiyməti isə 2-dir. Burada yuxarıda mənfilər yanbayan gəldiyindən olur müsbət. 8 bölünsün 4 bizə verir neçəni? 2-ni. Hə, deməli bunun x0 2-dir. Y0 tapmaq üçün müəllim bizə dedi ki, tapdığın qiyməti gətir yerə qoy hesabla. 2 vurulsun x-in kvadratı, yəni 2-nin kvadratı çıxılsın. 8 vuraq 2 üstə gəl 6. Bu da eləyər 2 vurulsun 4 8. 8 çıxılsın 16. Üstə gəl 6. 8-dən 16 çıxanda minus 8. Minus 8 ilə də 6-nı toplasam, minus 2-ni mənə vermiş olar. Deməli, ən kiçik qiymət mənfi 2-dir. Belə sual düşsə imtahanda yazın, dayanıb baxmayın, tamam mı? Aydın oldu sizə. Təpə nöqtənin koordinatlarını tapmaq, ən kiçik qiymət tapmaq. Ay uşaqlar, ola bilər A-nın qiymətini mənfi verər. Qorxub qaçmayın. A-nın qiymətini mənfi versə, o zaman siz ən böyük qiyməti tapırsınız. Yəni, qalan şeylər hamısı eyni qalır. Sadəcə ən böyük qiymət tapılacaq orada. Aydın oldu. Düstur da eynidir, gedişat da eynidir. Başqa fərqli bir şey yoxdur. Davam edə bilərəm. Tamam, davam edirəm o zaman. İndi, əzizlərim, biz baxdıq ki, D sıfırdan böyükdür. Bu formada yazdıq. İndi ay uşaqlar, əgər D sıfırdan böyükdürsə, burada bir neçə dənə hal mövcuddur. Baxın, diskriminant sıfırdan böyükdürsə, burada bir neçə hal mövcuddur. Sizin qrafikiniz bax belə ola bilər. Belə olanda, bax, x1-də kəsdi qrafiki, bir də x2-də kəsdi qrafiki. Sizdən soruşacaq, ax kvadrat üstə gəlinsin bx üstə gəlinsin c böyükdür 0. Əgər sizə belə bir ifadə versə, belə bir bərabərsizlik versə, siz deyirsiniz ki, bunun df-i, yəni ki, qiymətlər çoxluğu, üzr istəyirəm, x-in aldığı qiymətlər çoxluğu mənfi sonsuzluqdan gəlir, x1-də dayandı. x1 qiymətini almır. Onun üçün yumru mötərizə. Çünki baxın, burada zaten bu sizə onu bildirir. Birləşmə. Sonra, hardan başlayacaq qrafik getməyə? Müsbət aralığı istəyir də, yuxarılar müsbətdir. Aşağı mənfidir. Yəni, bu intervala baxmıram. Sonra da bu x2-dən başlayır, gedir. x2-dən müsbət sonsuzluğa kimi. Aydındır. Bu formada yazırıq. Müəllim, bəs birdən burada bizə belə versiyada onda nə edərdik? Ax kvadrat üstə gəlinsin bx üstə gəlsin c. Böyük bərabərdir 0 versiyada. Müəllim, onda biz nə edəcəkdik? Uşaqlar, onda yenə də siz deyəcəydiniz ki, df, yəni təyin oblastda mənfi sonsuzluqdan gəlir. x1-i alır bu dəfə. x1-i aldı. Birləşmə x2-dən müsbət sonsuzluğa qədər.
Murad, siz məsəl üçün kompüterdə alqoritmlər işləyirsiniz, hə, yox qolu vardı orada. Hə. Aha. Yəni bax burada sən burada konkret səndən hə hissəsini istəyir. Hə sənin üçün müsbətdir. Müsbətdə qrafikin yuxarıda gördüyün hissələridir. Yəni aşağı baxmırsan, aydın oldu. Yəni bu x1, x2 aralığı mənfi hissəni göstərir. Aydındır, qrafikin mənfi hisəsinə uyğun gəlir. Ona görə biz Bəli. oranı götürmürük. Biz müsbət hissəni götürürük. Ola bilər bizə belə verir də uşaqlar. Deyərdik ki, ax kvadrat üstə gəlib bx üstə gəlib c sıfırdan kiçikdir. Yəni burada hər halda hər birinin diskriminant sıfırdan böyük hallar araşdırıram ha mən. Onda deyəcəkdim ki, yaxşı. Sən deməli məndən mənfi aralığı istəyirsən. Baxın, 2 dənə kökü var. Bu formada kəsmişik qrafiki. Mənfi hissəsi düşüb aşağı doğru. Deməli bunun mənfi olan hissəsi x1-dən x2-yə qədərdir. Yəni mənfi df təyin oblastını tapsaq, x1 x2 aralığıdır. Belə deyib yekunlaşdıracağım işimi, tamam mı? Əgər xüsusi halda belə versəydi, eyni şey ifadəni, onda mən deyəcəkdim x1 qiymətindən x2-yə qədər bu minus qiymətlər alır. Aydın oldu uşaqlar. Bu da belə. Kiminsə sualı varsa buyursun. Sual var? Aha, sual yoxdur. Heç nə, gəlin o zaman davam edək uşaqlar. Bu oldu bizdə kvadratik funksiya, qrafiklərini çəkdim, sizə göstərdim. Təbii ki, d sıfırdan kiçikdirsə, əgər d sıfırdan kiçikdirsə, bu tənliyin həlli olmur. Və bu zaman biz deyirik ki, bunun təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər gedir. YF-i də eynən qiymətlər çoxluğunda mənfi sonsuzluqdan deməli, baxır hansı qiymətə qədər, yəni y-in bir qiymətinə qədər gəlir. Həmin qiymətə qədər irəliləyir. Ondan sonra yoxdur. Məsəl üçün, gəlin baxaq uşaqlar. Bax, bizim bu qrafikimizdə uşaqlar y-in aldığı qiymətlərə baxaq. Bu niyə belə eləyir? Baxın, y-in aldığı qiymətlər. Uşaqlar, y oxuna fikir verin. Biraz bunu balacalaşdırım. Bax, bu y oxudur, düzdür. Qrafika fikir verin. Gəldi. Düzdür. Burada baxın, bu qiyməti aldı. Sonra getdi hara? Müsbət sonsuzluğa doğru, düzdürmü? Aydın oldu. Baxın uşaqlar, bu birinci hissəyə deyirlər funksiyanın azalma aralığı. İkinci hissəyə deyirlər artma aralığı. Aşağı doğru gəlir, azalır, yuxarı doğru gedir. Neyniyir? Artır. Belə. İndi gəlin biraz suallar işləyək. Biraz beyniniz açılsın. Dediklərim tam da otursun yerinə. Mən keçid alacağım Zoom-a. Çünki Zoom proqramında var. 9-ların da testində var uşaqlar əslində, amma 9-ların testinə girmək istəmirəm. Elməddin Tağıyevdən girib, oradan izah eləməyə çalışacağım. Nə oldu? Biz hardan girəcəyik proqramımıza? Hə. Tamam. Minusu qoyduq, tamam. İndi getdik. Ya Allah. Biz paylaşaq buradan notlarımızı. Bu arada havanın temperaturu çox aşağı düşüb, qar yağır burada. Müəllim, burada da müəllim xəttidir yəqin. Bəli, xətti funksiyadır. Xətti funksiyalar y bərabərdir. Kx plus minus b şəklində görə bilərsiniz bunları. Yəni, x görməlisiniz də, aydındır. İki xətti funksiya deyə bilərsiniz. Bax, bir xətti funksiyadır. İkinciyə baxın görüm, xətti funksiyadır yoxsa yox? Bəli, müəllim.
Xətti funksiyadır. Üçüncü xətti funksiyadır. Verim. Bəli, xətti funksiyadır. Sadəcə k-nın qiyməti 3/1-dir uşaqlar. O sizə çaşdırmasın. Dördüncü xətti funksiyadır. Xeyr. Təbii ki, xeyr. Çünki burada x kvadratı var. Hardan oldu xətti? Yalandan deyir. Aydındır? Baxın, bu formada biz bunları nə edirik uşaqlar? Yazırıq. Məsəl üçün 12-yə baxın uşaqlar. Deyirsiniz ki, ay müəllim, burada da x var. Bəs bu xəttidir. Xeyr. Çünki burada x uşaqlar məxrəcə düşüb. Məxrəcə düşübsə, deməli bu xətti deyil. Tamam mı? Bu formada işləmiş oluruq bu tip suallara. Tamam. İndi gəlin baxaq burada. Deyir ki, verilmiş funksiyalardan k və b əmsallarını tapın. K əmsalı uşaqlar x-in qarşısında durandır. Birinciyə baxın. Birincidə nə yazılıb? Deməli, y bərabərdir x minus 5. Deməli, x-in qarşısında duran müsbət 1-dir. Çıxılan da kimi çıxırlarsa o da b-nin qiymətidir. B də bərabərdir -5. Aydındır. İndi ikinci üçün Elmir, sən denə görə ikinci üçün k-nın qiyməti nədir, b-nin qiyməti nədir? K-nınki 5-dir müəllim. B-ninki də İkinci- -2. K-nınki 3-dür. B-ninki də Ayol, -2. sən hara baxırsan? İkinci çalışmanın ikincisini deyirəm. Sən hara baxırsan? Hə müəllim. B-ninki +6-dır, K-nınki -1-dir. Ay sol. K-nınsı k -1, x-in qarşısında duran, b isə müsbət 6 düzdür. Keçək indi digər suala. Digər suala cavab versin Leyla. Leyla, burada k-nın qiyməti nədir, b-nin qiyməti nədir? K-nın qiyməti y/3 -7/3 düzdür. B-nin qiyməti 8. Afərin. Murad, 6-cı üçün deyə bilərsən k-nın qiyməti nədir, b-nin qiyməti nədir? K-nın qiyməti bizdə 3, B-nin qiyməti 2. -3/2. Bəs b-nin qiyməti neçədir? Müsbət 6. Ay sol, müsbət 6. Yaxşı. Gəlin davam edək. Həbib. Sən deyə bilərsən dördüncüdə. Burada k-nın qiyməti nədir, b-nin qiyməti nədir? Gəl bunu sənin üçün belə yazaq, daha da aydın olsun. 13 bölünsün 5, x çıxılsın 6 bölünsün 5. Yəni parçalayanda daha rahat görək. Dördüncü sualı görmürəm, ancaq 2 və 5-i görürəm. Sənin səsin çox yaman qırıq gəlir, heç anlaya bilmədim. Sizdə internet deyəsən çox zəifdir, Həbib. K-nın qiyməti 13 K üçün olacaq 13 Aha. 6/5. K-nın qiyməti olacaq 5-də 13. Bildim. Mikrofonu bağla və dinlə məni. Mikrofonu bağla və məni dinlə. Mikrofonu bağla və məni dinlə. Əyani gələndə səndən əyani şəkildə bunları təzədən soruşacağam. -6 bölünsün 5. Bəli, B-miz -6, B 6 bölünsün 5-dir, düzdür. Amma səsin çox qırıq-qırıq gəlir. Yaxşı uşaqlar, gəlin indi baxaq digər çalışmaya. Mən sizə burada çalışmanın şərtini dəyişirəm. Funksiyanın artmasına və azalmasına baxırıq. Dedik ki, y bərabərdir, yəni yadımıza salaq. Kx üstə gəlsin B funksiyasında. K-nın qiymətləri müsbətdirsə artandır, K-nın qiymətləri mənfidirsə azalandır. Yaxşı, bir nömrəli sual üçün mən deyirəm. Burada görəm x-in qabağında müsbət 4 yazılıb. Əgər müsbət 4 yazılıbsa, bu o deməkdir ki, k-nın qiyməti 0-dan böyükdür. Deməli, bu funksiya artır. İkinci üçün, Leyla, ikinci artır yoxsa azalır? İkinci azalır. Mənfi var. Leyla, mənfi harda yazılıb? 3-ün qabağında.
Mən hara dedim baxmalısınız? Yəni, X-in qabağına baxırsınız da, X-in qabağına, X-in qabağına işləyirsiniz. X-in qabağında nə yazılıb? müsbət, Vəsiyo, deməli nədir? artım. Hə, qurtardı, getdi də. Keçdik deməli. Elmir, sən cavab ver ginən görüm. Üçüncü artır yoxsa azalır? Artır müəllim. Düzdür. Murad, deyə bilərsənmi 6-cı artır yoxsa azalır? Artır. Qabağında yadımdan çıxdı değil mi? Mənfi olanda artırdı yoxsa. Yox, bax deyən deyirəm. Deyirəm ki, x-in qarşısındakı müsbət olarsa artır. Hə, artır. Mənfi olarsa deməli azalacaq. Bu formada götürürsüz yəni. Tamam, indi gəlin keçək 7 nömrəli tapşırığa. Deyir ki, uşaqlar buradan m-i tapın. M-i tapmaq üçün biz nədən istifadə edirik? Bax, bu nöqtəni verib sizə. Deyir, bu nöqtəni vermişəm. Deyir ki, sən buradan m-i tapmalısan. M niyə bərabərdir? Bizdə uşaqlar nöqtələr verəndə həmişə yadda saxlayın. Birinci x-in qiymətini verir. Sonra y-in qiymətini verir. Yəni, sən bu tənliyi gəlib yazanda, birinci kimin qiymətini yazırsan, x-in, sonra y-in, tamam mı? Bax, söhbət bu tənlikdən gedir. Aydındır? Deməli, bizdə x-in qiyməti neçə oldu? X-in qiyməti oldu 4. Y-in qiyməti oldu neçə? 2. Gətirib yerinə qoyuram. Y-in yerinə yazıram 2 bərabərdir. X-in yerinə yazıram 4. 2 vurulsun 4. Üstə gəlsin e. Mən onda buradan yazıram 2 bərabərdir. 8 üstə gəl m. Onda m-i tapmaq üçün 2-dən 8-ə çıxıram. Olur mənfi 6. Deməli, 8-in üstünə mənfi 6 gəlsəm 2 eləyər və yaxud da 8-dən 6 çıxsam, deməli, nə eləyər uşaqlar? 2 eləmiş olar. Aydın oldu. M-in qiyməti deməli mənfi 6 imiş, sən demə. Bu formada siz bunun digər bədlərini evdə işləyəcəksiniz. X-dan Y-i yerinə qoyub tapacaqsınız. 7-nin qalanları evdə yazmaq. Sonra gəldik deməli bunlara. Yəni də hansı funksiya artandır, azalandır? 9 nömrəli çalışmaya baxırıq. Elmir, birinciyə cavab ver görüm. Artır yoxsa azalır? Müəllim, azalır. Azalır. Çünki x-in qarşısı mənfidir. Leyla, ikinciyə cavab ver görüm. Artır yoxsa azalır? Azalır. Afərin. Murad, üçüncüyə cavab ver. Artır yoxsa azalır? Biz mən qarışdırıram, sualları hansına baxırıq? Üçüncüyə. Yox, hə, tamam. Sual nə idi? Artır, azalır? Hı-hı. Hə, artır. Artır, düzdür. Yaxşı. Bunları bildiniz ucu artma azalma. Məncə tuta bildiniz nədir? İndi baxırıq uşaqlar. Deməli, 11 nömrəli çalışmaya. Bizə deyir ki, bu nöqtələrdən hansı y bərabərdir x çıxılsın 2 xətti funksiyasının qrafikinə aiddir? Mən bir dənə burada yer açım. Ailəm bir-birinə dəyməsin də, belə deyək. Murad, bizim vaxtımızın 2 dəqiqəmiz qalıb. Çünki bu yağ mənə bildiriş gəldi. Mənə heç nə gəlməyib. Orada göstərmir. Səndə komitədə nə qədər qalıb Zoom-da? Həmişə yuxarıda sağda göstərir, 10 dəqiqə qalmışam. Bəs mənə bir yağ bildiriş gəldi axı. Hə, neysə, davam edək. Y bərabərdir x minus 2. İndi baxın uşaqlar bura. Bax, deyir ki, bu funksiya, yəni bu nöqtə bu funksiyaya aid deyil, yoxsa aid deyil. Onda gəlin burada
qiymətləri yerinə qoyaq. Birinci gələn x-in qiymətidir, ikinci gələn y-in qiymətidir. Y-in yerinə yazıram, -2 bərabərdir, x-in də yerinə yazıram, 0 çıxılsın 2. -2 bərabərdir, 0-dan 2 çıxanda -2 eləmir. Deməli, gördük ki, x və y-in qiymətlərini yerinə qoyanda, ay uşaqlar, bərabərlik ödəndi. Deməli, bu nöqtə bu funksiyanın üzərindədir. Aydındır? İndi gəlin bir dənə nöqtəni də yoxlayaq. Məsəl üçün, B nöqtəsini, 3-dən 7-ni. Bu nöqtənin x-i 3-dür, y-i 7-dir. Gətirib funksiyanı, bax, düstur bir dənə budur. Formal bir dənə düsturum var. Bax, bununla işləyirsən. Yəni, bu çalışma üçün da. Y-in yerinə yazıram 7 bərabərdir. X-in yerinə yazıram 3, çıxılsın 2. Sonda alıram 7 bərabərdir 1. Aldığım nəticəyə görə 7 1-ə bərabər ola bilməz. Deməli, B nöqtəsi bura nədir uşaqlar? Aid deyil. Aydın oldu. Bu formada işləmiş oluruq. İndi bax, 11-dir, 12-dir, 13-dür. Bunları evdə özünüz işləyib mənə göndərəcəksiniz. Tamam mı? Aydındır. Bəli. Aha, indi gəlirəm 14 nömrəli çalışmaya. Deyir ki, aşağıda verilmiş hər bir funksiyanın uyğun olaraq OX oxu ilə kəsişmə nöqtəsi. OX oxu ilə kəsişmə nöqtəsi nə olan şeydir, ay müəllim? Ay uşaqlar, OX oxu ilə kəsişmə nöqtəsi deyəndə biz x-i adı çəkiləni saxlayırıq. Kimin ki adını çəkmirik, onu 0-a bərabər edirik. Aha. İndi baxın bura. Vay. Y bərabərdir 2x üstə gəlinsin 4-ü yazıram burada. Mənə deyir ki, bunun OX oxunan kəsişmə nöqtəsi. Müəllim mənə deyir ki, x oxunan kəsişmə nöqtəsində x-i saxla, adı çəkiləni saxla. Adı kimin ki çəkirsən, kimin ki adını çəkirsən, onu saxla. O görmədiyi 0-a bərabər. Y-in adını çəkmədilər ki, deməli o 0-dır. 0 bərabərdir